Her şey var UFC adına burada. Nazim'in qələbəsini gözləyirik. Bəli, ikinci raunddan əvvəl Məşqçilər Korpusu da onun kornerda qeyd etdi ki, əsas əllər dəllərə üstünlük və Nazim bu təlimatı uyur. Bununla devam edir. Yox, çox buraxırsan. Sanki fikir vermir rəqibin zərbələrinə. Saymaz yana şəkildə yanaşır. Bu biraz problem yarada bilər. Sadəcə bu fikrə güvənirik ki, Nazim nə etdiyini yaxşı bilir. Sadəcə bu fikrə güvənirik. İkinci raundda üstün Nazimdir. Götürsən ikinci raundu rahat udardı. Hələ ki güləşə o qədər də cəhd etmir Nazim Sadıxov. Nazim! Çok güzel. Mükemmelse, mükemmelse.